Son zamanlar arıqlama kofelerinə maraq kəskin artıb. Yaşından asılı olmayaraq artıq çəkidən daha tez və asan şəkildə azad olmaq istəyən bir çox insan onlayn alış-veriş saytlarından bir qutusu 75-110 manat arasında olan bu qəhvələri alırlar. Arıqlama kofesi içmisinizmi? İçməmişəm heç vaxt. Yəni onun fəsadları var. Ona görə ondansa idmana gedib və sağlam arıqlama, yeməyi azaltma hamısından yaxşı olar məncə. İçməmişəm, amma ətrafımda içənlər olub. Nə qədər arıqlayıblar? Yəni istədikləri çəkiyə çatıblar kofə ilə. Hansı yəni fəsadlarını görüblər? Əsəbilik, ürək çatışmamazlıqları, bu kimi fəsadları olub. Endokrinoloq Hidayət Məmmədzadə deyir ki, bu tip məhsulların tərkibində demək olar ki, təbii qəhvə yoxdur. Bunların içərisində mənşəyə ilə məlum qida əlavələri ola bilər. Bəzən ola bilər ki, aldadıcı olaraq çəkini aşağı salın, amma bədən üçün çox toksik, zərərli kimyəvi birləşmələr ola bilər. Bunun tərkibində olan qidadan, onların dozlarının asılı olaraq insanda müxtəlif cür əhval-ruhiyyə dəyişikliyi ola bilər. Hətta allergiya reaksiyaları ola bilər, mədə problemlərə başlaya bilər. Dəri quruluğu ola bilər, əzələ ağrıları ola bilər, hətta saç tökülməsi ola bilər. Uzun müddət istifadə etdiyi yuxu problemləri ola bilər, yuxusuzluq başlaya bilər bu insanlarda. Həkim əlavə etdi ki, bu cür arıqlama məhsullarından istifadə edən şəxslərdə ilkin mərhələdə çəki azalması müşahidə olunsa da, sonradan ciddi sağlamlıq problemləri ortaya çıxır. Arıqlama kofesi adı ilə buraxılan o kimi qida ürünləri deyim ki, onlar hətta insan ölə də bilər. Onların tərkibində olan maddələrin mənşəyi nə məlumdur. O baxımdan qaraciyərdə, böyrəkdə müəyyən problemlər yaşana bilər. Ona görə biz onun mənşəyini bilmirik deyə nəfəs saat veriləcəyi də proqnoz etmək mümkün deyil. Hətta deyə normal təzyiq olan bir insanın təzyiq yüksəlməsi də ola bilər. Ona görə xroniki xəstəliyə tətkik edə bilər. Bizim ən çox narahat olduğumuz həkim ki, bunu aludəçilik. Elə bir şey qoymaq istəyir ki, içərisinə bunu insan təkrar alsın. Həkimlər artıq çəkidən azad olmaq istəyənlərə sağlam üsulları, düzgün qidalanma, fiziki aktivlik və yuxu rejiminə riayət etməyi tövsiyə edirlər. Aylin Rəsulzadə, Səbuhi Mustafayev, Kəmalə Əlmuradova, Xəbər Ertəsi.